İlk olaraq istəyirəm Paşinyanın sərhəd səfəri ilə bağlı danışaq. Orada maraqlı görüntülər həmçinin də onun başına taxdığı papaqla bağlı idi. Bu da biraz müzakirələrə səbəb olub. Ən çox da həmin ərazidəki abadlıq işlərinə diqqət çəkir. Real Ermənistan ideologiyasına diqqət çəkir Paşinyan. Paşinyan o özünün müdafiə etdiyi və həyata keçirmək istədiyi real Ermənistan ideyasını həqiqətən də artıq həyata keçirməyə başlayıbmı? Buna müvəffəq olmaqdadırmı? Bilirsiniz ki, Ermənistan dövləti konsepsiya olaraq bu bölgədə hansısa suveren funksiyaları yerinə yetirəcək bir beynəlxalq subyekt kimi yox, ayrı-ayrı güclərin maraqlarını ifadə edəcək bir layihə kimi formalaşdırılıb və Ermənistanın əhalisi də ora köçürülüb. Böyük bir qism, bəlkə də 99%, eyni zamanda ərazi Azərbaycanın tarixi torpaqları hesabına formalaşıb. Yəni Ermənistan yaranan gündən ta bugünkü günə qədər o konsepsiyanın icraçısı olub. Digər bir məqama mən keçim. Xatırlayırsınızsa, bu ilin əvvəlində yerli televiziyalara müsahibəsində möhtərəm prezident sərhədlərin delimitasiya və demarkasiya prosesi ilə bağlı bir monoloq ifadəsi işlətmişdi. Yəni biz bugünə qədər istər vətən müharibəsi, istər antiterror tədbirlərində Ermənistan dövlətinin konsepsiyasını artıq dəyişə bildik. Və eyni zamanda biz monoloq yolu ilə, diktə yolu ilə, hərbi siyasi qələbələrimizin nəticəsi ilə Ermənistanın gündəliyinə, hətta Ermənistan rəhbərliyi və erməni xalqı istəməsə də belə, Ermənistanın gündəliyinə o işğalçı, təcavüzkar, dırnaqarası böyük Ermənistan konsepsiyasından qurtulmaq şansı vermişik. Və bu artıq bir il keçir, ötən ilin aprel ayının 19-unda bilirsiniz ki, sərhədlərin delimitasiya, demarkasiyası üzrə ilkin razılıq əldə olunub. Ermənistan geri çəkilməyə və beynəlxalq hüququn aliliyini təmin etməyə məcbur olub Qazaxın dörtkəndi ilə bağlı. Və Paşinyanın məhz bu tarixdə həmin əraziyə getməsi əslində biraz da özünün o dırnaq arası alnındakı ləkəni yumağa hesablanır. Bu nədir? Cənab Prezident də ifadə edir ki, Ermənistanda bugün faktik olaraq hər kəs revanşistdir. Hakimiyyətdə olanlar gizli revanşistlərdir, amma müxalifətdə olanlar Kaşaryan, Sarkisyan və tərəfdarları kilsə isə bunlar isə açıq formada radikal revanşistlərdir. Yəni bugün Paşinyan Azərbaycan qarşısında güc və gücsüzlüyü, imkansızlığı, yəni o istəyi ilə praqmatik mövqeyi göstərməyib, o geri çəkilmək məcburiyyətindən qalaraq Qazaxın dörtkəndini bir atəş açılmadan verməsi bu Paşinyanın erməni revanşist cəmiyyətində alnındakı bir ləkədir. Və əslində baxmayaraq ki, 19 apreli Ermənistan normal düşüncədə olan hər bir erməni bayram kimi qeyd etməlidir ki, nəhayət bir problemi arxada qoyuruq. Amma buna baxmayaraq təəssüf ki, bilirsiniz ki, erməni cəmiyyəti belə yanaşmır və nəticə etibarilə Paşinyan indi həmin o dırnaq arası ləkəni təmizləmək üçün insanlara aparır, göstərir ki, baxın, sabitlik olanda necə olur, sərhədlər müəyyənləşəndə necə olur. Bu əslində özünün daxili PR-ına hesablanmış addımdır. Bəli, biz buna alqışlayardıq ki, erməni cəmiyyəti buna nəhayət alışdı, amma digər tərəfdən elə siz də xəbərdə deyirdiniz, Müdafiə Nazirliyi də xəbər yayıb. Digər Paşinyan burada sülhdən dəm vurur, sülhün bölgəyə gətirə biləcəyi, razılaşmaların bölgəyə gətirə biləcəyi dividendlərdən danışır, amma digər tərəfdən atəşkəs pozulur. Bilirsiniz, artıq çox ciddi suallar yaranır ki, bu ölkənin yiyəsi doğrudan kimdir və yaxud bu ölkə rəhbərlərinin ipi kimin əlindədir? Bax, bu ciddi suallar doğurur. Azərbaycan onsuz da heç kimin, belə deyək, açıq şəkildə desək, nazı ilə oynamaq niyyətində deyil. Azərbaycan beynəlxalq hüququn aliliyinin rəhbər tutub. Azərbaycan bütün hallarda hüququn aliliyinin rəhbər tutub. İstər müharibə dövründə humanitar hüququn, hazırki dövrdə isə beynəlxalq hüququn tanınmış prinsiplərinin tam şəkildə təmin olunmasının tərəfdarıdır. Və belə olan təqdirdə indi biz Ermənistanın, necə deyirlər, o nazı ilə erməni cəmiyyətinin revanşist iddialarının oturuşması ilə bunları oturub gözləyə bilmərik. Sülh olacaqsa olacaq, olmayacaqsa olmayacaq. Bilirsiniz ki, sülh təşəbbüsü möhtərəm prezidentin birbaşa özünün qalib tərəf, qalib lider olmasına baxaraq təşəbbüsü ilə reallaşmaqdadır. Amma indi baxın, belə atəşkəslə, daha doğrusu atəş səsləri ilə sülh olmur. Aydındır. Hər dəfəsində Paşinyandan eyni açıqlama gəlir ki, mən Ali Baş Komandan olaraq belə bir əmr verməmişəm və atəşin pozulması halları da adətən müsbət nələrsə baş verirsə iki ölkə arasında bu zamanlara təsadüf edir. Bu hansısa görüş ərəfəsi olsun, elə görüşün özü olsun və yaxud da ki, elə Paşinyanın sərhəd səfərində misal gətirə bilərik. Orada verdiyi açıqlamalar müsbət qiymətləndirilə bilər deyə siz də vurğuladınız, əgər real olaraq bunu anlayırlarsa. Yəni, həmin dövrdə yenidən atəşkəsin pozulması halını gördük. Yəni, sabah biz Azərbaycan və Ermənistan olaraq bir sülh müqaviləsi imzaladıq. Həmin o etimad mühitinin yaradılmasına başlanıldı. Ermənistan lazımi addımları atmağa başladı və yaxud da ki, qərar verdi. Biz yenə də bənzər atəşkəsin pozulması hallarının
şahidi olacaqmı? Çünki Paşinyan deyir ki, mən belə bir əmr vermirəm. Mən iki arqument deyim icazənizdən. İlk olaraq bu bölgədə artıq atəşkəs ifadəsinin mən işlənməsini doğru hesab etmirəm. Çünki hansısa artıq münaqişə başa çatıb. Məsələn, 90-cı illərdən 2-ci Qarabağ müharibəsinə qədərki dövrdə bir atəşkəs var idi. Müharibə hələ davam edirdi, amma atəşkəs imzalanmışdı. Amma artıq müharibə yoxdur. Sadəcə mövqelərimizin indi atəşə tutulmasının şahidlik edirik. İkincisi, bəli, siz deyirsiniz ki, Paşinyan deyir ki, mən belə bir əmr verməmişəm. Yaxşı, inanaq Paşinyana. Amma eyni zamanda əminliklə də demək olar ki, Paşinyan orduya, ayrı-ayrı zabitlərinə atəş açmayın əmri də verməyib. Bax, nəticə budur. Əgər yuxarı komandanlıqdan erməni hərbiçilərinə bölgədə stabilliyi pozmamaq, təxribatlar törətməmək tapşırığı verilsə və yaxud Avropa aidiyyatı müşahidəçilərinə, dırnaqarası müşahidəçilərinə, o təxribatçı qrupa müvafiq olaraq hər ərazilərə gəldikdən sonra niyə mövqeləri, Azərbaycan mövqeləri atəşə tutulur kimi suallar qoysa onların qarşısına çox şey aydınlaşar. İndiki məqamda əlbəttə ki, Paşinyanın bəyanatları da, onun bu prosesdən xəbərdar olmaması ilə bağlı fikirləri də səmimi sayıla bilməz. O ki, qaldı real nəticələr. Bilirsiniz, Azərbaycan real nəticələrə köklənir. Əgər bizə sülh xatirinə sülh lazım olsaydı, şərtlər razılaşdırıldığı gün imzalayardıq. Amma o ki, biz qüvvəyə minməyəcək şərtlərin imzalanması və Ermənistan-Azərbaycan arasında sanki sülh mühitinin, süni sülh mühitinin mövcud olması ilə bağlı beynəlxalq aləmin o görmək istədiyi allı, güllü bir sistemi təqdim etməkdə maraqlı deyil. Bizim üçün real sülh lazımdır. O sülh ki, Laçınlı, Kəlbəcərli, Zəngilanlı, bax həmin ərazidə məskunlaşıb, ən beynəlxalq belə deyək, standartlara uyğun şəkildə, ən müasir insan standartlarına uyğun şəkildə məskunlaşandan sonra qonşu ölkədən atəş səsi gələcək deyə bunu düşünməsin. Azərbaycan bütün hallarda özünün sərhədlərinin, vətəndaşının, dövlətinin təhlükəsizliyini, maraqlarını, mənafələrini təmin edir və möhtərəm cənab prezident bunu son nəticəyədək ən sərt formada təmin edəcək bu təhlükəsizlik və rifah. Amma son nəticədə biz müharibəsiz bir bölgə istəyirik. Biz istəyirik ki, imzalanacaq sülhün hüquqi əsası olsun. İmzalanacaq sənəddə o imza atacaq şəxsin imzasına ən azından Ermənistan tərəf özünün imzasına hörmətlə yanaşmağa məcbur olsun. Biz öz imzamıza hörmət etdirməyi bacaracaq güclüyük və bununla bağlı bizim narahatlığımız və narazılığımız yoxdur. Amma Ermənistan gərək bu proseslərdə daha ayıq davranır. Ən azından özünə hörmət edən formada. Aydındır. Həmçinin istəyirəm bir qədər də Ceyhun Bayramovun açıqlamaları üzərində təhlillər aparaq. Artıq bir daha yenidən TRT-World açıqlamasında proseslə bağlı məsələləri, detalları açıqladı. Həmçinin Ermənistan tərəfindən biz addımları gözləyirik dedi. Prezident İlham Əliyev də bənzər bir açıqlama vermişdi ki, top Ermənistan tərəfindədir. Və top Ermənistan tərəfdədir. İndiyə qədər ki, Ceyhun Bayramovun da xatırladığı kimi bir qədər keçmişə getsək, sülh sazişi ilə bağlı məsələləri xatırladası olsaq, həqiqətən böyük bir yol qət edib Azərbaycan, Ermənistan və hər iki tərəf də çox önəmli addımlar atıb. Hətta vasitəçilər olmadan əldə etdiyimiz bu addımlar, müsbətləri də xatırlatdı Ceyhun Bayramov və vasitəçilərsiz məsələsinin üzərində dayandı. Bu artıq sülh mətninin imzalanması məsələsində də biz əlbəttə ki, biz bilirik ki, Rusiya tərəfindən bənzər istəklər var, Avropadan bənzər istəklər var. Yəni, yenə də Azərbaycan və Ermənistanın bərabər eyni fikirdə olduğunu mu deməyə əsas verir? Yəni, vasitəçilərsiz həll eləyəcək biz artıq mətnin imzalanmasını da. Bilirsiniz, Ceyhun Bayramov kifayət qədər praktik təcrübəyə, daha doğrusu praktik ötən dövrün praktikasına əsaslanır. 30 il bu bölgədə vasitəçilər, həm də dünyanın əsas güc sahibi olan dövlətlərin nümayəndələri var-gəl etdilər, turist kimi getdilər, gəldilər, nəyə nail oldular? Və yaxud daha sonra, Vətən müharibəsindən sonraki dövrdə biz Brüsselin vasitəçilik cəhdlərinə şahidlik etdik, eyni zamanda Moskvadan bununla bağlı cəhdlərə şahidlik etdik. Amma real nəticələr Azərbaycan və Ermənistan arasında birbaşa təmaslardan sonra əldə olunmağa başladı və o ki, qaldı bundan sonraki vasitəçilik. Bundan sonraki vasitəçilik nə ola bilər? Hansı məsələlərdə vasitəçilik edə bilərlər? Kimsə bu bölgəyə səy qoymaq istəyirsə, buyursun, gəlsin, vasitəçilik formasında yox, minaların təmizlənməsi qismində səy qoysun. Bugün Azərbaycan erməni vəhşiləri tərəfindən dağıdılmış Qarabağ və Şərqi Zəngəzur, Livan ölçüdə bir ərazini Azərbaycan öz gücünə, belə deyək, yenidən qurub, insan yaşayışı məskəninə çevirməkdədir. Kimsə bu bölgədə insan haqları ilə bağlı maraqlıdırsa, buyursun, gəlsin, bir nəfər üçün bir ev tiksin, bu proseslərdə bu formada dəstəyini göstərsin. Amma indiki halda Azərbaycan və Ermənistan arasında artıq iki tərəfin özünün vasitəçisi olaraq
bu və ya digər formada əldə etdiyi razılıqların hansısa vasitəsilə bölüşülməsi o qədər də uğurlu olmazdı. Proseslərin sonrakı gedişatında ayrı-ayrı məsələlərdə kimsə nəsə real vəd edə bilərsə, həmin real konkret məsələlər üzrə biz həmişə əlbəttə ki, dialoq açığıq. Amma indiki məqamda bugünə qədərki təcrübədə hər hansı formada vasitəçilik effekt verməyib. Aydındır. Bir qədər də Rusiya-Ermənistan münasibətlərinə toxunmaq istəyirəm. Ona görə ki, əslində politoloqun Stanislav Tarasovun bir iddiasıdır. Proseslər hazırda Rusiya və Ermənistan münasibətlərini bir qədər təhlil edir. Ermənistanın Avropa İttifaqı və Rusiya münasibətdə iki stolda eyni vaxtda stulda otura bilməyəcəyini vurğulayır. Əlbəttə ki, biz bir qədər xatırlatma edəsi olsaq, çox yox, hardasa bir həftə 10 gün öncə Lavrovun belə bir açıqlaması olmuşdu Ermənistana tərəf ki, biz hamısını görürük, bizim Ukraynadakı proseslərdə başımız qarışdığı halda hansı addımlar atırsınız, NATO-nu gətirmişsiniz, yerləşdirmişsiniz deyə və biz sizlə məşğul olacağıq deyə bir xəbərdarlıq eləmişdi Ermənistan tərəfə. Biz müzakirələr aparmışdıq, hansı formada Rusiya məşğul ola bilər Ermənistana. Bənzər iddialar da davam etməkdədir. Siz necə dəyərləndirirsiniz? Artıq Ukrayna cəbhəsində müəyyən prosesləri həll etməyə doğru gedir Rusiya, müsbət irəliləyişlər var. Dönüb Cənubi Qafqaza baxanda Ermənistan hansı formada məşğul ola bilər? Əslində Rusiyanın Ermənistanla məşğul olma istəyinin özü ciddi suallar doğurur. Çünki Rusiyanın özü çox təəssüflər olsun ki, ikili standartlarda davranır Ermənistana münasibətdə. Hansı ki, başqa bir ölkəyə münasibətdə eyni standartları, eyni səbir və dözüm göstərmirdi. Məsələn, bugün faktiki olaraq Ermənistan ərazisində Amerika, NATO hissələri bu və ya digər formada var. Biz demirik ki, bütövlükdə baza yaradıblar. Yaxud Qərb, Avropa İttifaqının hərbiçiləri bir mənalı şəkildə müşahidəçi adı altında getdikcə sayıları artmaqdadır. Rusiya bunlara ümumiyyətlə hansısa lazımi effektiv təsir mexanizminə malik ola təsir göstərməkdə sanki ya çəkinir, ya tələsmir. Bəli, başa düşürük ki, Rusiya indiki halda Ukrayna cəbhəsində, eləcə də dünyanın müxtəlif bölgələrində müəyyən münaqişələrin bu və ya digər formada iştirakçılarıdır və öz mənafələrini orada daha çox qorumağa güc sərf edir. Amma istənilən halda Cənubi Qafqazda həmişə Rusiya üçün forpost Ermənistan olub. Bugün Ermənistanın ora qərbdən kimlərsə gətirməsi Azərbaycanı yox, birmənalı şəkildə Rusiyanı və İranı narahat etməlidir. Və bu mənada Rusiyanın hansı təsir imkanları var? Rusiyanın kifayət qədər, hələ güc yolunu kənara qoysaq, kifayət qədər hüquqi təsir imkanları var. Rusiyanın Ermənistan ərazisindəki mal varlığı, söhbət burada gedir. Rusiya, Ermənistanın energetika, dəmir yol, nəqliyyat sisteminin tam şəkildə Rusiyanın rəsmən mülkiyyətində olması. Bu, Ermənistanı iflic etmək üçün kifayətdir. Eyni zamanda erməni banklarının üzərində Rusiyanın ciddi imkanları var. Amma bilirsiniz ki, Ermənistanla bağlı Rusiyanın sanksiyalarından yayınması ilə bağlı kifayət qədər proseslərin iştirakçısı olması ilə bağlı məlumatlar yayılır. İndi bu xəbərlər və s. bunların fonunda Rusiyanın davranışları, bir daha deyirəm, nədənsə ləngiyən davranışlardır. Amma Lavrovun sözündə o məsələlərə biz xüsusi ciddi yanaşmalıyıq ki, Rusiyanın həqiqətən də Ermənistanla danışa biləcək, güc tətbiq etmədən hətta danışa biləcək kifayət qədər imkanları var. Və hesab edirik ki, Ermənistan, bilirsiniz, indi siz qeyd etdiniz, müvafiq ekspertin iki stolla bağlı bəyanat. Bilirsiniz ki, bu termini də məhz möhtərəm cənab prezident özünün müsahibəsində işlədib və istər bu termin olsun, bütövlükdə bugün beynəlxalq hüququn ən təcrübəli duayenlərindən biri kimi möhtərəm cənab prezident artıq kifayət qədər ciddi terminlər, hansı ki o terminləri özü ilk dəfə səsləndirib və artıq dünyada bu geniş şəkildə istifadə olunur Zəngəzur dəhlizində. O cümlədən də Ermənistanın iki stulda oturmaq cəhdi. Ermənistan həqiqətən də bugün iki stulda oturmağa cəhd edir və çox təəssüflər olsun ki, o stulların sahibləri nədənsə hələ ki bu proseslərə Ermənistanın bu ikili riyakar davranışına nədənsə o qədər də ciddi yanaşmırlar. Məsələn, Qərb kimsə Rusiya ilə əməkdaşlıq edəndə kifayət qədər sanksiyalar qatarını az qala yollayır. Amma bugün Rusiyanın sanksiyalardan yayınmasında əsas rollardan birini Ermənistan oynayır və nədənsə Qərb buna da susur. Bax, belə bir vəziyyətdə indiki məqamda hesab edirəm ki, nə isə proqnoz vermək o qədər də sadə məsələ deyil.
Siz vurğuladınız, hansısa hərbi gücdən söhbət gedə bilməz. Elə Tarasov öz iddiasında qeyd edir ki, İrəvanın bu addımları vəziyyəti bir qədər daha da dəyişir. Yeni bir qarşıdurmaya gətirib çıxardır. Bu qarşıdurma da regional yox, daha geniş bir prosesdə, yəni daha geniş formada həyata keçirilə bilər. Əlbəttə ki, o NATO və eyni zamanda Rusiya qarşıdurmasından danışır. Hazırki məqamda da Rusiya-Ukrayna cəbhəsində də bənzər proseslərlə bağlı çox iddialar var və bu məsələyə bəs sizin yanaşmanız necədir? Yəni, İrəvan üzərindən yeni hansısa bir qarşıdurmanın ola biləcəyi real görünürmü? Mən parlament çıxışımda da mən demişəm və burada da bir daha onu demək istəyirəm. Bu bölgədə bugünkü sabit, Azərbaycanda tam şəkildə sabitdir, amma digər bölgədə, digər ölkələrin də, o cümlədən də Ermənistanın, Gürcüstanın hələ ki beynəlxalq münaqişələrin, beynəlxalq qütblərarası ziddiyyətin toqquşma nöqtəsinə çevrilməməsinə görə bugünə qədər məhz onların hər biri Cənab İlham Əliyevə minnətdardır. Amma görünən odur ki, Ermənistan bu reallığı doğru qiymətləndirmir. Cənab Prezident tərəfindən onlara əta olunmuş bu imkanları doğru qiymətləndirmir və özü öz ərazisində Ermənistan bugün beynəlxalq ziddiyyətlərin, qütblərarası ziddiyyətin dərinləşdiyi və münaqişənin başlaya biləcəyi bir zonaya çevrilir. Və burada da söhbət hansısa iki ölkə arasında, məsələn, Azərbaycan və Ermənistan arasında münaqişədən getmir. Burada bütövlükdə qütblər arası münaqişədən gedir. Rusiyanın bazası hələ ki Ermənistan ərazisində mövcuddur. Eyni zamanda Qərb də bu və ya digər formada müxtəlif adlarla hərbi mövcudiyyətini getdikcə gücləndirir. Eyni zamanda İran amili var. İran ətrafında proseslər cərəyan edir. Yəni bu prosesdə Ermənistan o qədər böyük dövlət deyil və cənab prezidentin də dediyi kimi heç kim də gəlib onların yerinə döyüşməyəcək. İndiki məqamda əzilən böyük güclər əlbəttə öz aralarında məsələlərini həll edəcəklər. Necə ki, Ukraynada qırğınlardan sonra bugün ABŞ və Rusiya kifayət qədər aydın, aşkar şəkildə öz, belə deyək də, mənafelerini müzakirə edirlər və bir nəticəyə gələcəklər. Amma indiki məqamda Ermənistan başa düşməlidir ki, böyük güclər nəticəyə gələcəklər, bir müəyyən nailiyyət əldə edəcəklər öz aralarında münasibətlərini tənzimləmək baxımından, maraqlarını tənzimləmək baxımından. Amma Ermənistan ayaq altında qalıb əziləcək. Bax, bu reallığı onları başa düşsələr, əslində bölgədə çox şey dəyişə bilər.